Artıq 5 ildir ki, yüksəliş müsabiqəsində mentor qismində iştirak edirəm və bu müddət ərzində kifayət qədər güclü yüksəliş qalibləri ilə bərabər işləmə imkanımız olub. Qeyd edim ki, mentorlarla işləmək özü çox faydalı bir təcrübədir və bu 5 proqram ərzində bütün yüksəliş müsabiqəsi qalibləri ilə mentorlarla fəaliyyət dövründə birmənalı şəkildə mən də onlardan ən azı məndən öyrəndikləri qədər öyrənmə imkanım olubdur. Çünki yüksəliş müsabiqəsinin qalibləri artıq həyatda müəyyən nailiyyətlər əldə etmiş, təhsil sahəsində, karyera sahəsində müəyyən zirvələr fəth etmiş və yüksəliş kimi ciddi bir müsabiqədə çox ciddi seçimdən seçilərək müsabiqə qalibi olmuş insanlardır və onların biliklərindən, bacarıqlarından, təcrübələrindən faydalanmaq, onların mütaliələri barədə məlumatlı olmaq kifayət qədər çox faydalı oldu və tam səmimiyyətimlə də qeyd edə bilərəm ki, mənim üçün də mentorlarla işləmək kifayət qədər öyrədici bir təcrübə oldu. Karyera inkişafında, fərdi inkişafda doğru istiqamətə gedən yol bugündən başlayır. Harda olduğumuzdan asılı olaraq, əgər biz hədəflərimizi doğru müəyyən ediriksə və bu hədəfləri xəyallarımız üzərində deyil, real imkanlar üzərində qururuqsa, təbii ki, xəyallardan imtina etməmək şərti ilə, o real hədəflər bizi doğru istiqamətə gətirib çıxaracaqdır və bu doğru istiqamətdə həm mentorların dəstəyi, həm öz üzərimizdə çalışmağımız, həm işimizin həyata keçirilməsində yanaşdığımız məsuliyyət hissi, bütün bunlar bütövlükdə gələcək uğurumuzun əsasını qoyur və bu uğura aparan yolda gənclərimizə yüksəliş kimi müsabiqələrdə iştirak etmək əlavə imkanlar yaradır ki, bu imkanlar əgər doğru faydalanacaqları halda onlar üçün doğrudan da gözəl nəticələr verə bilər.